Vaxtınız xeyir, dəyərli şagirdlər, əziz abituriyentlər. Artıq 2026-cı il blok imtahanı birinci cəhd, birinci və dördüncü qruplar üçün arxada qalıb. Hər bir şagird ümid edirəm ki, öz zəhmətinin qarşılığını imtahanda toplaya bilib, əməyinə uyğun nəticə əldə edə bilibdir. İstəyirəm ki, mən sizə dördüncü qrupa salınmış, dördüncü qruplar üçün tərtib olunmuş situasiya sualına izah verim. Yəqin ki, artıq çoxunuz yazmısınız. Eynən də mənim şagirdlərim, hər birini ayrı-ayrılıqla təbrik edirəm. Afərin sizə uşaqlar. Amma istəyirəm ki, bir dəfə də mənim dilimdən bu situasiya sualının izahını dinləyəsiniz. Deməli, başlayaq. Bizə nə deyir? Deyir, sulfat turşusunun suda 490 qram duru məhluluna dəmir lövhə daxil edilir. Turşu tam reaksiya daxil olduqdan sonra lövhə məhluldan çıxarılır və məhlula maqnezium lövhə daxil edilir. Gəlin bura qədər olan hissəsini yazaq. Bizə nə deyir? Dəmir, duru sulfat turşusu məhlulu ilə reaksiya daxil olur. Bilirik ki, dəmir duru sulfat turşusu reaksiya daxil olanda ekvivalentli olur. Alınır dəmir 2 sulfat və hidrogen qazı. Daha sonra turşu tam sərf olunur. Turşu tam sərf olunduğuna görə məhlul artıq turşu məhlulu yox, duz məhluludur. Dəmir 2 sulfat məhlulu. Bura maqnezium lövhə daxil edilir. Bu zaman metalların aktivlik sırasına görə maqnezium neynir? Dəmiri sıxışdırıb duzundan çıxarır. Bu da bizim ikinci reaksiya tənliyimiz. Davam edək oxumağa və deməli uşaqlar, birinci turşu tam reaksiya daxil olur. Tau 1 anında, maqnezium lövhə isə deməli duzun tərkibindəki metalı əvəz eləyir tau 2 anında və bu lövhənin kütləsi 3,2 qram artır. Bizə deyir ki, məhlulda dəmir duzunun mol miqdarının isə 20% azaldığı müəyyən edilir. Son məhlula natrium hidroksid məhlulu əlavə olunur. Ağ və yaşılımtıl çöküntülərdən ibarət qarışığın alınması müşahidə olunur. İndi bir-bir baxaq. Əvvəlcə məhlulda gedən prosesləri qeyd eləyək. Daha sonra bizdən nə istəyirsə onu da qeyd eləyərik uşaqlar. Deməli, öncə deyir ki, 490 qram duru sulfat turşusu məhluluna dəmir lövhə daxil edilir və biz reaksiya tənliyimizi artıq yazmışıq. Sonra tau 2 anında maqnezium lövhə daxil edilir və lövhənin kütləsi 3,2 qram artır. Lövhə məsələlərində öyrənmişdik ki, biz metalların ayirlərinə baxacağıq. Metalların ayirləri arasındakı fərq, görək dəmirlə maqnezium arasında fərq nə qədərdir? Deməli, uşaq bir dəqiqə 24. Dəmirlə maqneziumun ayirləri arasındakı fərq 32-dir. Normalda 32 qram fərq olanda nə qədər dəmir 2 sulfat duzu reaksiya daxil olub? 1 mol. Bəs gəlin görək, 3,2 qram fərq olanda nə qədər dəmir 2 sulfat reaksiya daxil olar? 0,1 mol. Və bizə deyir ki, şərtdə dəmir duzunun mol miqdarı 20% azalıbdır. İndi 0,1 mol 20%-dirsə, bəs neçə mol 100% imiş ki, biz baxaq görək başlanğıcda nə qədər dəmir 2 sulfat alınıb. Tapırıq ki, burada 0,5 mol dəmir 2 sulfat duzu öncəki məhlulda var imiş. Maqnezium lövhə daxil edilməmişdən əvvəl. İndi ona uyğun hesablamalarımızı aparaq. Gətirib yazırıq üzərindən 0,5 mol burada dəmir 2 sulfat duzu əmələ gəlib. Baxaq 58-ci suala bizdən nə istəyir? Və şərtdə yenə də davam eləyir. Deyir ki, son məhlula natrium hidroksid əlavə olunur. Bu zaman ağ və yaşılımtıl çöküntülərdən ibarət qarışıq alınır. Artıq bunu indi suallara bir-bir baxdıqca ona uyğun reaksiya tənliklərimizdə tərtib eləyərik. Deyir ki, müvafiq hesablamaları qeyd etməklə 58-ci sual cavab vərəqində dəmir duzunun mol miqdarının dəyişməsinin zamandan asılılıq qrafikini qurun və əmələ gələn maqnezium duzunun kütləsini hesablayın. Hidroliz ehtimalı nəzərə alınmadan. Hesablayaq. Deməli, uşaqlar, biz lövhənin kütləsi arasındakı fərqə əsasən, deməli, lövhənin kütləsinin artımına əsasən müəyyən elədik ki, burada 0,1 mol dəmir 2 sulfat reaksiya daxil olubdur. Amma reaksiyada nə qədər dəmir 2 sulfat alınmışdı? 0,5 mol. Düzdürmü? Biz nə edirik? Dəmir 2 sulfat isə ilk öncəki məhlulda yox idi. Bizim ilk məhlulumuz, baxın, bu tau 1 anında olan məhlulumuz. Sulfat turşusu ilə dəmir arasında gedən reaksiya nəticəsində duzun əmələ gəlməsi ilə nəticələnir və yeni məhlul əmələ gəlir. Dəmir 2 sulfat öncə yox idi,
Sonra əmələ gəldi. Nə qədər? 0,5 mol. Buradan da qeyd eləyək. Deməli, nu dəmir 2 sulfat və burada təbii ki, zaman. Aha, dəmir 2 sulfat ilk öncə 0,5 mol əmələ gəlir. Aha, bunu birinci biz qeyd elədik. Daha sonra bunun 20%, yəni 0,1 molu magnezium lövhə daxil edildikdən sonra sərf olunur. Düzdürmü? Azalır. 0,5 dəmir 2 sulfat əmələ gəlmişdi. 0,1 molu magnezium lövhə ilə reaksiya nəticəsində sərf olunur. Onu da demək ki, dəmir 2 sulfatdan nə qədər qalır? 0,5 çıx 0,1, 0,4 mol. Burada da qeyd eləyək biz 0,4-ü, gələcək 0,4-də dayanacaq. Bu oldu dəmir 2 sulfat duzunun deməli mol miqdarının dəyişməsinin zamandan asılılıq qrafiki. Və bizim birinci sualımız. Birinci sualımızın cavabı 58. 58'in birinci sualı. Keçirik 58'in ikinci sualına. 58'in ikinci sualında bizə deyir ki, əmələ gələn magnezium duzunun kütləsini hesablayın. Onu da uşaqlar yenə də hesablayaq, gəlin hesablayaq. Gəlin ayrıca yazaq yenidən. Yenidən tənlik də yaza bilərik. 2 dəqiqə buraya 6 yazaq. Yazaq. Dəmir SO4 üstə gəlsin magnezium alınacaq. Magnezium sulfat üzərinə gəlsin dəmir. Deməli 1 mol dəmir reaksiya daxil olanda magnezium sulfat duzunun emerini hesablayırıq. 24 üstə gəl 96, 120. Bəs 1 mol deməli dəmir duzu sərf olunanda 120 qram magnezium sulfat alınırsa, 0,1 sərf olunanda nə qədər alınacaq? Deməli 1-ə 120-dirsə, 0,1-ə olacaq 12 qram. İkinci sualımızın da cavabı oldu 12. Keçirik 59-cu suala. 59-cu sualda bizə deyir ki, turşu məhlulunda H2SO4-ün kütlə payını hesablayın. 59-cu sualda uşaqlar ilə bayaqki reaksiya tənliyinə baxsaq, normalda 1 mol dəmir 2 sulfat duzu əmələ gələndə nə qədər sulfat turşusu reaksiya daxil olurdu? 98. Bəs 0,5-də nə qədər olacaq? 49 qram. Tənasübümüzü gətirək yazaq. 1 molda 98 qram sulfat turşudursa, 0,5-də 49-dur. 49 qram sulfat turşusu var imiş və tam reaksiya daxil olub. Burada artıq qeyd olunur. Onda yazaq 49 qram 490-ın neçə faizidir? Eləyəcək 10%. Birinci sual 59-un birinci sualı cavabımız olacaq 10%. İkinci sual isə dəmir ilə reaksiya zamanı ayrılan hidrogenin həcmini yenə də baxırıq uşaqlar. Deməli 1 mol dəmirdən və yaxud da sulfat turşusuna görə hesablayarıq. Burada hesablamamızı aparsaq, görürük ki, normalda 1 mola əsasən, yəni bu duz da 1 mol əmələ gələndə 22,4 hidrogen ayrılırsa, bəs 0,5 əmələ gələndə, gəlin tənasübümüzü yazaq. Yenə ikinci sualımız 59-un ikinci sualı. 1 mol dəmir duzu əmələ gələndə, yarananda 22,4 litr hidrogen ayrılırdısa, bəs 0,5-də nə qədər hidrogen ayrılacaq? Buna da bir B verək. B bərabərdir 11,2. Bu da bizim ikinci sualımızın, 59-un ikinci sualının cavabı. Və 60-cı sualda bizə deyir ki, cavab fərəqində qeyd edilmiş cədvəli tamamlayın. Uşaqların dediyinə görə orada deməli çöküntünün tam iyon tənliyi və deməli molekulyar tənliyi və tam iyon tənliyini hesablamaq tələb olunur. Bizə burada qeyd olunub ağ çöküntü və yaşılımtıl çöküntü. Ağ çöküntü nə zaman əmələ gələrdi? Bizim məhlulda deməli 2 Tau okeanında artıq 2 duz var. Magnezium sulfat üstə gəldik. Deməli natrium hidroksid. Buradan ağ çöküntü əmələ gəlir. Magnezium hidroksid ağ və natrium sulfat. Və əsas dəmir 2 sulfat, üstə gəl natrium hidroksid. Buradan da alınacaq uşaqlar yaşılımtıl çöküntü. Üzərinə gəlirik natrium sulfat. Bizdən səhv eləmirəmsə, deməli yaşılımtıl çöküntünün əmələ gəldiyi reaksiyanın molekulyar və tam iyon tənliyi. Tam iyon tənliyini də yazsaq, dəmir 2 müsbət. Əvvəlcə reaksiya tənliyimizi əmsallaşdıraq. Reaksiya tənliyimizi bərabərləşdirdik. Dəmir 2 müsbət, üstə gəl SO4 2 mənfi, 2 mol natrium, üstə gəl 2 OH mənfi alınacaq. Dəmir 2 hidroksid, yaşılımtıl rəngli çöküntü.
və 2 natrium müsbət, SO4, 2 mənfi. Bu sual burada, yəni cədvəl bizə təqdim olunmadığına görə təxmini bir cavab yazdıq. Ümid edirəm ki, dinləmək istəyən şagirdlərimizə az da olsa faydam toxunar. İmtahanda nəticə göstərmiş bütün şagirdləri, öz şagirdlərim başda olmaqla ürəkdən təbrik edirəm. Afərin sizə uşaqlar. Hər biriniz öz əməyinizin qarşılığını almısınız. Həyatda da daim bütün imtahanlarda güzel çıxmanızı arzulayıram sizlərə.